Əkinçilik ənənələrinin modernləşdirilməsindən danışırıqsa, əlbəttə aqroparklar olmazsa olmazdı. Elə hal-hazırda biz aqroparklardan birindəyik, hansı ki, burada həm üzüm, həm də digər meyvələr yetişdirilir. İstərdim bir qədər bu barədə məlumat verəsiniz. Biz hal-hazırda Nehrəm qəsəbəsi ərazisində yerləşən APF Agro bağdayıq və burada 260 hektar ərazidə üzüm və meyvə bağları salınıb. Bu, müasir aqrotexniki qaydalar əsasında 2015-ci ildən başlayaraq fəaliyyət göstərən ərazidir, bağdır. İllik məhsul istehsalı 3000 ton üzərində məhsul istehsalı olunur. Həm Naxçıvanın daxili bazarlarına, o cümlədən ölkəmizin digər regionlarına satış məqsədi ilə göndərilir. Və qeyd eləmək istəyirəm ki, əhalinin məşğulluğunun təmin olunmasına böyük əhəmiyyəti var regionda. 50 daim işçi burada çalışır və 200-dən artıq işçi isə mövsümi müddətdə işə cəlb olunur. Kənd təsərrüfatının inkişafına dair dövlət proqramı əsasında biz yerdə Babək rayon ərazisində fəaliyyət göstərən əkinçilər, təsərrüfatçılar, o cümlədən fermer və sahibkarlarla görüş keçirmişik və o cümlədən regional müşavirə bu istiqamətdə keçirilib və APF Agro isə öz öhdəliyini bu çağırışlara müsbət cavab götürərək, öhdəlik götürərək 200 hektar ərazisinin genişləndirilməsini, meyvə və üzüm bağlarının, xüsusilə də alma bağlarının genişləndirilməsi planlaşdırılır və dövlət proqramının yaratdığı müsbət tendensiyadan istifadə edərək 200 hektar meyvə bağı salınmasını nəzərdə tutur, təbii ki, dövlət dəstəyi vasitəsilə. Qeyd elədiniz, həm təsərrüfatçılar, həm sahibkarlarla görüşmüsünüz. Gələcək hədəfləri istəyirəm bu mənada vurğulayaq. Ümumilikdə məhz Babək rayonunda meyvəçilik, bağçılıq nə dərəcədə inkişaf eləyib və hansı planlar var bu sahənin inkişafı üçün? Əvvəlki dövrdə, xüsusilə Sovet illərində Babək rayon ərazisində kifayət qədər üzüm bağları mövcud olub, üzümçülük ənənələri mövcud olub. Hal-hazırda müəyyən qədər Qahab kəndi ərazisində müasir tələblərə cavab verən 7 hektardan artıq bağ mövcuddur və o cümlədən hal-hazırda Nehrəm ərazisində mövcud olan meyvə bağları mövcuddur və əlavə olaraq təbii ki, bunların hamısı dövlətin verdiyi subsidiyalardan, müxtəlif ödənişlərdən istifadə edərək öz təsərrüfatlarını genişləndirməyə çalışırlar və bu prosesdə qeyd elədiyimiz kimi Cənab Prezidentin imzaladığı su təsərrüfatının yaxşılaşdırılması yönündə olan tədbirlər planı da həm bağçılığın, üzümçülüyün, o cümlədən Babək rayonunda intensiv hal alan taxılçılığın əkin prosesinin sürətləndirəcək və kənd təsərrüfatı proqramının bizə verdiyi təsərrüfatçılara, fermerlərə verdiyi imkanlardan daha geniş şəkildə yararlanaraq həm suvarma, həm digər dövlət proqramlarının imkanlarından istifadə edərək əkin sahələrinin genişləndirilməsi həyata keçiriləcəkdir. Elə suvarmadan düşmüşkən, məhz bu aqroparkda, eləcə də digər ərazilərdə hansı müasir suvarma üsullarından istifadə olunur və ümumiyyətlə müasir hansı digər üsullar tətbiq olunur? Demək, gördüyünüz kimi hal-hazırda mövcud olan suvarma sistemi damlama sistemidir. Yəni, hər bir ağacın və üzüm tənəyinin damlama suvarması ilə həyata keçirilir. Bu, həm əlavə su itkilərinin qarşısının alınması və səmərəli suvarmanın məsələn, geniş yayılmasına gətirib çıxarır. Və hal-hazırda da bizim su layihələrinin icrası təmin olunduqdan sonra bu usula keçirilməsi bütün əkin sahələrində müasir çiləmə və damlama suvarma sistemlərinin istifadə olunması həm təbliğatı aparılır, həm də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda digər əkin sahələrində müasir texnikalarda yəqin istifadə olunur və yaxud da bunun artırılmasına önəm verilir. Təbii ki, bəzi fermer təsərrüfatçılarımızın özlərinin texnikaları var. Lizing yolu ilə Kənd Təsərrüfatı Nazirliyindən götürüb öz təsərrüfatlarının genişləndirilməsində əkin, şum, biçin prosesində əlavə xərc tələb etmədən öz təsərrüfatlarında həm texnikalardan
müasir texnikalardan istifadə edirlər və təkcə öz ərazilərində deyil, o cümlədən yaşadığı yaşayış məntəqəsində, rayonda digər fermerlərin də dəstəyinə, köməyinə bu yöndə çatırlar, əlavə qazanc mənbələri təmin edə bilirlər.